İmtahana bir gün qaldı. Gəlin baxaq görək 26 aprel imtahana nə düşəcək. Bu cür məlumatları anında xəbərdar olmaq üçün səhifəmə dəstək olmaq unutmuruq. Ondan əlavə dəstəyimizə qoşulmaq üçün mesaj bölməsinə yazmağınız kifayətdir. Mövzuları deyəcəm, bu mövzuları təkrarlamaq vacibdir. Deməli, birinci danışacağım çoxluqlardan, çox işman çoxluqlardan düşəcək. Digər tərəfdən həndisənin ilkin anlayışlarına aid, məsələn, qonşu bucaqlar, qarşılıqlı bucaqlar bunlar haqqında düşə bilər. Daha sonra sizə düşə bilər, məsələn, utbucağın xaricindən və ya daxilinə çəkmiş çevrədən düşə bilər. Digər tərəfdən düşə bilər, məsələn, bizdən məsələn, funksiya istəyəcəklər. Necə bir funksiya düşə bilər? Məsələn, x-in qiymətini verib y istəyir və ya y verib x istəyir. Belə bir koordinat ola bilər. Digər tərəfdən koordinat sual ola bilər ki, məsələn, bizə deyə bilər ki, koordinat başlanğıcına aid bir sual nümunəsi ola bilər. Oxşarlıq olacaq. Onun əlavə deyim ki, sizə 3 bucaqdan düşə bilər, həmçinin 4 bucaqlardan düşə bilər. Onların sahəsi ola bilər, tərəf ola bilər, perimetr ola bilər. Bunlardan düşə bilər. Daha sonra onun əlavə deyim, tənlik düşəcək, sadə bir tənlikdə düşə bilər, ümumiyyətlə bərabərçilikdə düşə bilər, sonra sistem tənlikdə düşə bilər. Sonra irrasionallıqdan azad etmək ola bilər. Yəni onlara biraz diqqət yetirin. Sonra bir hədlərdən düşə bilər. Məsələn necə? Məsələn A, B, C-nin ifadəsini verib, daha doğrusu qiymətini verib, ifadəyə nəzərən qiymətinizi hesablamağını istəyə bilər sizdən. Daha sonra sizdən istəyə bilər. Mütləq ehtimallar düşəcək. Yəni bir sual ehtimal var. Sonra fəzla fiqurlarından yenə deyirəm, paralelipiped düşə bilər, bir də kub düşə bilər ki, onların tam səthi olsun, yan səthi olsun, bunların sahələrini istəyə bilərlər sizdən. Sonra elə bunları təkrarlamağınız məncə kifayət edir. Hər birinizə uğurlar. Rəydə fikirlərinizi bölüşməyi unutmayın. Hələlik.